Choose the correct variant. Düzgün variantı seçin. This subject is I expected. Bu fən mən gözlədiyimdən. Çətinlik dərəcəsini bildirmək üçün təbii ki, dərəcə göstəricilərini variantda görüb təyin edəcəyik. Birincidə biz zən göstəricisini görürük, hansı ki müqayisə dərəcəsinin göstəricisidir və müqayisə dərəcəsində çox hecalı sifətlərin qarşısında more istifadə etdiyimiz üçün qrammatik cəhətdən birinci ifadəmiz doğrudur. İkincidə the most difficult, ən çətin mənasında istifadə olunmuşdur. Sifətin üstünlük dərəcəsində qeyd olunub. Z artiklı, çox hecalıda most və difficult sifəti. Sadəcə sifətin üstünlük dərəcəsinə aid cümlə daxilində hər hansısa bir göstərici yoxdur və ya variantda da qeyd olunmadığı üçün biz ikinci ifadəni doğru hesab etmirik. 3-də much difficult qeyd olunmuşdur. Muchdan sonra müqayisə dərəcəsi istifadə olunduğu üçün much more difficult olmalı idi ki, doğru hesab olunsun. 4-cüdə as difficult as, göstəricimiz as bağlayıcısıdır və adi dərəcədə olan sifətin göstəricisi olduğu üçün 4-cüdə doğru hesab olunur. 5-də isə most difficult verilib. Təbii ki, biz üstünlük dərəcəsinin həm göstəricisini, həm də z artiklını qeyd etməli idik ki, 5-ci ifadə doğru olsun. Qrammatik cəhətdən sifətin düzgün dərəcələri 1 və 4-də, yəni D variantında göstərilmişdir.